Salam, hörmətli izləyicilər. Bəzi şəxslər düşünür ki, gəlinin qaynatan evində, qaynananın evində yaşama hüququ ola bilməz və yaxud pay alma hüququ ola bilməz. Eyni zamanda nəvənin və yaxud düşünür ki, gəlin baldız gəlini istədiyi vaxtda evdən çıxarda bilər və ya pay qəbul elədiyi zaman təzminat da ödəməzlər. Heç nə bu düzgün fikir deyil. Müəyyən hallar var ki, gəlinin evdən pay alma hüququ var, yaşama hüququ var. Eyni zamanda gəlini gəlin və yaxud baldız çıxartdığı zaman, eyni zamanda mülkiyyət sahibi qaynata və yaxud qaynana çıxartdığı zaman təzminat ödəməlidir. Və əlavə olan məlumatını da bildirin ki, əlilliyi olan şəxslərin bununla bağlı mən bunu hüquqşünas kimi deyirəm və əlilliyi olan şəxs kimi deyirəm ki, əlilliyi olan şəxslərin bununla bağlı əlavə güzəşt və imtiyazları var. Əgər kimə məsələn maraqlıdırsa, mən hüquqşünas Zaur Seyidzadə həftənin 1-ci günü dekabrın 29-u bu barədə geniş məlumat verəcəm. Kanala abunə olun, videonu bəyənin ki, növbəti video gələndə xəbəriniz olsun. Hörmətli izləyicilər, və kimin sualı varsa bu mövzularda, əmlakla bağlı və digər mövzularda bu videonun altına yazın. Mən həftənin 1-ci günü cavab verərəm öz videomda. Hörmətli izləyicilər, nəzərə alın. Mütləq qaydada. Və əlavə məlumatım da var. Əlavə məlumat ondan ibarətdir ki, dekabrın 31-nə qədər müraciət edən şəxslərə bayram münasibətindən mən kampaniya həyata keçirirəm. Hüququn məsləhətin verilməsi istər əyani, istər telefona 5 manatdır. Ərizələrin yazılması 30 manat. Amma bayramdan sonra yenə də hörmətli izləyicilər olacaq. Hüququn məsləhətin verilməsi 10 manat, ərizələrin yazılması 30 manat. Buyurun müraciət edin. Qeyd edin ki, siz ödədiniz vəsaitdə mən əlilliyi olan şəxs kimi, yəni xeyriyyə aksiyası həyata keçirəcəm. Dəstək olursunuz. Əgər kim istəsin kanala dəstəksin, bir daha qeyd edin ki, videonu bəyənib kanala abunə ola bilər, eyni zamanda qeyd onu qat nümunəsində iyanə edə bilər, yardım göstərə bilər. Yardıma görə əvvəlcədən sizin hamınıza təşəkkür edirəm. Bir daha qeyd edin ki, sizin ödədiyiniz vəsait həmin məsləhət üçün, həmin belə, yəni xeyri işlərinə sərf olunacaq. Dəstəyə görə bir daha təşəkkür edirəm. Diqqətinizi görə sağ olun. Sağ olun.